Salam, hər vaxtınız xeyir olsun. Mən riyaziyyat müəllimi Aytaş Həsənova. Nisbət, tənasüb, faiz mövzusunun qayda izahına baxarıq. İzaha keçməzdən qabaq bildirmək istəyirəm ki, bizim yeni tədris ili üçün 9 və 11-ci siniflərlə dərslərimiz 20 avqustdan başlayır. 8, 10 və 6-7-ci siniflər üçün dərslərimiz isə 1 sentyabrdan başlayır. Dərslərə qeydiyyatdan keçmək üçün qeyd olunan nömrə ilə əlaqə saxlaya bilərsiniz. Qeyd edim ki, hər bir şagird üçün 15 dəqiqəlik sınaq dərs təşkil olunur və bu sınaq dərsdə həm şagird müəllimi tanımış olur, həm də müəllim şagirdi yoxlamış olur, bazasını ölçmüş olur. Bizim dərslərimizi artıq qeydiyyatdan keçmək üçün bu nömrəyə yazırsınız. Sınaq dərs təşkil olunur. Və sınaq dərsdən sonra fikrinizi dəqiqləşdirib bildirirsiniz ki, sizi qrupa əlavə edək, yoxsa yox. İndi isə keçək izaha. Deməli, izahımız nisbət, tənasüb, faiz mövzusudur. Bundan qabaq natural ədədlər və kəsrlərin qayda izahını eləmişəm. YouTube kanalımda var, bundan qabaqki videolarda. İndi də bu mövzunun izahına baxırıq. Əvvəlcə danışaq nisbət haqqında. Nisbət nə deməkdir? Bir kəmiyyətin qiymətinin o biri kəmiyyətin qiymətinə bölünməsindən alınan qismətə nisbət deyilir. Və nisbəti A bölü B və yaxud da ki, A bölünsün 5 kimi işarə olunur. Burada A nisbətin əvvəlki həddi, B nisbətin sonraki həddi adlanır. İndi burada nisbətin mahiyyətini aydınlaşdıraq. Deməli, 2 ədədin nisbəti əvvəlki həddin sonraki həddin hansı hissəsi olduğunu və ya əvvəlki həddin neçə dəfə böyük olduğunu göstərir. Yəni ki, əvvəlki həddin sonraki həddən neçə dəfə böyük olduğunu göstərir. Məsələn, tutaq ki, 10 ədədi 2-dən neçə dəfə böyük olduğunu bilmək üçün nə edirik? 10-u bölürük 2-yə. Bizə 5 vermiş olur. Və yaxud da məsələn, tutaq ki, 6 ədədi 30-un hansı hissəsi olduğunu tapmaq üçün 6-nı bölürük 30-a. Bu da alınır 5də 1 hissəsi. Nisbətdəki kəmiyyətlər eyni ölçü vahidində olmalıdır. Məsələn, tutaq ki, deyirlər ki, 10 sm 1 metrin hansı hissəsini təşkil edir? Bunun üçün də 10 sm-i 1 metrə bölməliyik. Bölməzdən qabaq 1 metri də santimetrə çevirməliyik. Eyni ölçü vahidi olmalıdır. Bu 10 sm bölürük 1 metrə, yəni ki, 1 metr 100 sm-dir, 100-ə bölərik. Bu formada 10 sm 1 metrin hansı hissəsi olduğunu tapmış oluruq. Bu da alınır burada ixtisarlar gedəndən sonra 10-da 1 hissəsi etmiş olur. İndi danışaq tənasüb haqqında. Tənasüb nə deməkdir? İki nisbətin bərabərliyinə tənasüb deyilir. Bunu A bölü B bərabərdir C bölü D kimi və yaxud da ki, kəsr xətti ilə A bölü B bərabərdir C bölünsün D kimi işarə edirlər. Burada deməli BC orta hədlər, A ilə D isə kənar hədlər hesab olunur. Deməli, tənasübün kənar hədlərin hasili orta hədlərin hasilinə bərabər olur. Məsələn, belə olanda bu formada A vur D bərabərdir B vur C. Kəsr kimi olanda çarpaz vururuq. A vur D bərabərdir B vur C. Məsələn, belə bir misal var tənasüblə bağlı. Deyir, hesablayın. Bunu hesablamaq üçün nə edərik burada? Deməli, çarpaz vurarıq bu formada. Yəni, 3x vurulsun 5 bərabərdir 8 vurulsun 12. Və buradan da x tapmaq üçün x bərabərdir 8 vurulsun 12 bölünsün 3 dəfə 5 15-ə bölərik. Və buradan da alırıq ki, ixtisarlar aparandan sonra bu 3-ə bölünür 5 dəfə, bu 3-ə bölünür 4 dəfə. 4 dəfə 8 32. 32 bölünsün 5 alındı. Bu da 6,4 alınmış olacaq bu formada. Sonra növbəti düz mütənasiblik haqqında danışarıq. Deməli, düz mütənasiblik nə deməkdir? İki aslı kəmiyyətdən biri bir neçə dəfə artdıqda, digəri də həmin dəfə artarsa, belə kəmiyyətlər düz mütənasib kəmiyyətlər adlanır. Və yaxud da azaltdıqda digəri də azalmalıdır. Yəni, biri artanda o biri də artmalıdır. Biri azalanda o biri də azalmalıdır. Bu artıq düz mütənasiblikdir. Düz mütənasiblikdə y bərabərdir kx formasındadır bunun funksiyası. Və burada biz k-nı tapmaq üçün y-i x-ə bölürük. Hər dəfə yəni ki, y-in qiymətini x-in qiymətinə böləndə eyni alınır. Ona görə deyirik ki, düz mütənasiblikdə uyğun kəmiyyətlərin nisbəti sabit qalır.
Məsələn, bir misal var bununla bağlı. Deyir, 3 qələmin qiyməti 80 qəpiş olarsa, 12 qələmin qiymətini tapın. Bu zaman tənəssüb qururuq. 3 qələmin qiyməti 80 qəpişdir. 12 qələmin qiymətinə də x yazırıq. Deməli, burada baxırıq ki, qələmin qiyməti, belə deyək də, qələmlərin sayı daha doğrusu artdıqca, qiymət də artar da. Məsələn, 3 qələm alırsan, 80 qəpişdirsə, 12 qələm alsan, daha çox verməlisən. Say artdıqca qiymət də artır. Biri artır, digəri də artır. Deməli, burada düz mütənasiblikdir. Düz mütənasiblikdirsə, çarpaz vururuq. Baxın, bu formada. Alınır 3x bərabərdir, 12 vurulsun 80. Buradan x tapmaq üçün 12 vurulsun 80-i bölərik 3-ə. İxtisarlar gedir. 4-ü 80-ə vuranda 320 almış oluruq. Deməli, 12 qələm üçün 320 qəpiş vermək lazımdır. Növbəti baxaq. Tərs mütənasiblik nə deməkdir? Deməli, iki aslı cəmiyyətdən biri bir neçə dəfə artdıqda və yaxud da azaldıqda, digəri də həmin dəfə azalarsa və yaxud da artarsa, belə cəmiyyətlər tərs mütənasib cəmiyyətlər deyilir. Yəni, biri artanda o biri azalır, biri azalanda o biri artır. Artıq bu tərs mütənasiblikdir. Tərs mütənasiblikdə y bərabərdir k bölünsün x formasında olur. Buradan biz k-nı tapsaq, y vurulsun x alınır. Yəni, bu o deməkdir ki, tərs mütənasib asılıqda uyğun cəmiyyətlərin hasili sabit qalır. Məsələn, belə bir sual var. Deyir ki, 8 robot 240 oyuncağın yığılmasını 6 saata tamamlayır. Eyni sürətlə işləyən robotların sayı 12 olarsa, həmin işi neçə saata tamamlayır? İndi eyni sürətlə işləyən deyir, robotların sayı 12 olarsa, həmin işi, yəni ki, 240 robotu neçə saata, yəni ki, yığıb qurtararlar. Onda tənəssüb qururuq və 8 robot 6 saata tamamlayırsa, 12 robota artıq x yazırıq. İndi burada baxın, 8 robot daha az saydadır, 12 robot daha çox saydadır. Artıq burada məlum məsələdir ki, robotların sayı artdıqca vaxt azalar. Çünki bu işçi suallarındakı kimidir də. Məsələn, tutaq ki, 8 işçi 240 oyuncağı 6 saata yığır. İndi işçilərin sayı artdı da 12 işçi oldu, 12 robot oldu burada. 12 robot oldusa, daha çox robot oldu deyənə daha tez bitirərlər işi. Yəni, robotların sayı artdıqca nə olmuş olur burada? Vaxt azalacaq. Onda burada tərs mütənasiblik var. Tərs mütənasiblikdirsə, onda qarşı-qarşıya vururuq. 12-ni x-ə vurarıq, 8-i 6-ya vurarıq. Deməli, yazırıq 12 vurulsun x bərabərdir 8 vurulsun 6. Buradan da alırıq 12x bərabərdir 48. X-i tapmaq üçün də 48-i 2-yə bölürük. Bu da 4 dəfə alındı. Deməli, 12 robot 4 saata bitirər işi. Bu belə. Növbəti, düz mütənasib hissələrə bölmə nə deməkdir? Onun haqqında danışaq. Deməli, deyir, 60 ədədi 2, 3 və 7 ədədləri ilə düz mütənasib hissələrə bölünmüşdür. Alınmış ədədləri tapın. Düz mütənasib hissələrə bölünübsə, belə yazırıq. 2x plus 3x plus 7x bərabərdir 60. Buradan da alırıq ki, 2x, 3x elədi 5x, o da 7x, 12x. 12x 60 elədisə, x-i tapmaq üçün 60-ı bölürük 12-yə. Buradan da x bərabərdir 5 almış oldu. X-i 5 tapdıq. İndi bizdən alınmış ədədlər tapın deyirsə, birincisi 2x idi. 2x, yəni x-in yerinə 5-i qoysaq, 2 vur 5, 10 alınar. İkincisi 3x idi. 3 vurulsun 5, 15. Üçüncüsü də 7x idi. 7 vur 5, 35. Bu formada ədədlər 10, 15 və 35 almış olduq. İndi isə tərs mütənasib hissələrə bölmə haqqında danışaq. Deməli, misal var ki, 198 ədədi 1, 2 və 3 ədədləri ilə tərs mütənasib hissələrə bölünmüşdür. Alınmış ədədləri tapın. Tərs mütənasib hissələrə bölünübsə, belə yazırsınız. 1-də 1x plus 2-də 1x plus 3-də 1x bərabərdir 198. Bunları toplayanda da ortaq məxrəc 6 olur. 6-da 6x plus 3x
plus 2x bərabərdir 198. Buradan da alırıq ki, ardını buradan tamamlayaq. 6-da deməli, nə alınacaq burada? 6 plus 3 elədi 9, o da 2, 11. 6-da 11x bərabərdir 198. X-i tapmaq üçün 198-i vururuq 11-də 6-ya. İndi burada da ixtisarlar gedir. 11 11-ə bir dəfə, 198 də 11-ə bölünür 18 dəfə. Qaldı 18 vur 6. 18-i də 6-ya vuranda 6 dəfə 8 48, bir dəfə 6 6, o da 4 yadda 108 eləmiş oldu. X-i 108 tapdıq. İndi alınmış ədədləri tapın deyəndə 1 ilə 108-in özü olar. 1-də 1x-dir. 1 2-də 1x-dir. 2-də 1-i vurarıq 108-ə. Bu da alınar ki 54. 1-də 3-də 1x-dir. 3-də 1-i vurarıq 108-ə. Bu da bərabər də alınar ki burada. Deməli 36. Bu formada tapmış oluruq bunları. İndi isə faiz haqqında danışaq. Deməli, ədədin %1 hissəsinə faiz deyilir və faizin işarəsi bu formada işarə olunur. Məsələn, %1 yazdıq, bu 1% ifadə edir. Deməli, faizin ədədə çevrilməsi necə olur? Faizi ədədə çevirmək üçün biz 100-ə bölürük, ədədi 100-ə bölürük. Məsələn, deyirlər ki, 60% deyirlər ki, ədədə çevirək. 60% ədədə çevirmək üçün 100-ə bölərik. 60-ı bölürük 100-ə. Bu da alınır 0,6. Deməli, 60% ədədə çevrilsə 0,6 olur. Sonra ədədin faizə çevrilməsi. Ədədi faizə çevirmək üçün biz ədədi 100-ə vururuq. Məsələn, deyirlər ki, 0,2 ədədini deyir faizə çevir. Bu zaman 0,2-ni vururuq 100-ə. Bu da alınır 20% formada. Növbəti ədədin faizinin tapılması. Ədədin faizinin tapılması üçün biz ədədi faiz göstərən ədədə vurub 100-ə bölürük. Məsələn, deyirlər ki, 60-ın 30%-ni tapın. 60-ın 30%-ni tapın. Bu zaman nə edirik? 60-ı 30-a vurub 100-ə bölürük. Sıfırlar ixtisar gedir, 18 alınır. Sonra faizə görə ədədin tapılması var. Faizə görə ədəd tapmaq üçün nə edirik deməli? Ədədi 100-ə vurub faiz göstərən ədədə bölmək lazımdır. Məsələn, deyirlər ki, 20%-i 50 olan ədədi tapın. Bu zaman nə edirik? Ədədi 100-ə vurub yanında faiz olana bölürük. 20-yə bölürük. İxtisarlar gedir bu formada. 5 vur 50, 250 almış oluruq. Deməli, 20%-i 50 olan ədəd 250 imiş. Növbəti. 2 ədədin faiz nisbəti. Məsələn, necə olur? Deyirlər ki, məsələn, olsun ki, 5 ədədi deyirlər 20-nin hansı faizini, neçə faizini daha doğrusu təşkil edir. Burada biraz səliqəsizlik oldu. Deməli, 5 ədədi 20-nin neçə faizini təşkil edir. Bunun üçün nə edirik? 5-i 20-yə bölüb 100-ə vururuq. İxtisarlar gedir burada. 25 almış olduq bu formada. Ümumiyyətlə, bir ədəd digərinin neçə faizi olduğunu tapmaq üçün həmişə birinci ədədi ikinciyə bölüb 100-ə vurmaq lazımdır. İndi isə cəmiyyətin dəyişməsinin faizli ifadəsi haqqında danışaq. Məsələn, deyirlər ki, tutaq ki, A-dan B-yə qədər artmanı faizlə ifadə etmək lazımdır. A-dan B-yə qədər artmanı faizlə ifadə etmək üçün bunların fərqinin modulunu bölürük əvvəlki qiymətə, vururuq 100-ə. Bununla bağlı bir misal nümunəsinə baxaq. Məsələn, deyirlər ki, paltonun qiyməti 800 manatdan 600 manata endirilmişdir. Paltonun qiyməti necə dəyişmişdir? Bu zaman nə edirik? Bunların fərqini bölürük əvvəlki qiymətə, vururuq 100-ə. Bu ixtisarlar gedəndən sonra burada 4 qaldı. 4 ilə 100 ixtisar getdi. 25% alındı. Deməli, 25% endirim edilmişdir. 800-dən 600-ə endirilib. Düzdür, bu düsturla bağlı olan sualları biz tənəssüblə də eləyə bilərik. Düsturla yazanda birbaşa cavab alınır. Tənəssüblə yazanda artıq
alınan cavabı 100-dən çıxmaq lazımdır və yaxud da 100-dən alınan cavabı çıxmaq lazımdır. Məsələn, tutaq ki, tənasübünə necə yazarıq? Həmişə ilkin qiymətə 100% deyirik. Məsələn, ilkin qiymət 800 manat idi. 800 manata bir 100% deyirsiniz. 600-də də bir x deyirsiniz. Sonra burada çarpaz vurub tapırıq. X bərabərdir. 600-ü vururuq 100-ə. Bölürük 800-ə. Buradan da ixtisarlar aparsaq, bununla bu ixtisar gedir sıfırlar. Sonra 8 ilə 600, yəni 608-i tam bölünər. Neçə dəfə bölünər baxaq, x bərabərdir. 600-ü 8-ə böləndə 60-ı götürsə orada 7 dəfə 8 56 eləyir. Orada qalır 4. 40 da 8-ə 5 dəfə 75 alınmış oldu. Amma biz nə etməliyik ki, artıq 100-dən az oldusa 100-dən çıxırıq alınan qiyməti. 100-dən çox olsaydı həmin qiymətdən 100-ü çıxardıq. 100 çıxılsın 75. Bu da almış oluruq ki 25%. Deməli, yenə eyni cavabı almış olduq. Yəni hər iki üsulla yaza bilərsiniz. İndi isə sadə faiz artım düsturu haqqında danışaq. Deməli, S cəmiyyəti bərabər zaman müddətlərinin hər birində P faiz artarsa və yaxud da azalarsa, N belə zaman müddətindən sonra alınan ümumi miqdar S-in aşağıdakı düsturla tapılır. S-in bərabərdir, S vurulsun, 1 plus minus P vuran bölü 100. Artırsa plus, azalırsa minus. İndi ümumiyyətlə yadda saxlayın ki, sadə faiz artım düsturu ilə bağlı olan məsələlərdə əgər orada qoyulan məbləğ filan faiz, tutaq ki, qoyulan məbləğ 20% artır, qoyulan məbləğ 50% artır, belə sözlər varsa və yaxud da azalma da ola bilər. Qoyulan məbləğ filan faiz artırsa, deməli həmin sualda biz sadə faiz artım düsturundan istifadə etməliyik. Sadə faiz artım düsturu ilə bağlı belə bir misalın, məsələnin izahına baxaq. Deyirlər, əmanət kassasına qoyulan 500 manat pul. Baxın, hər il qoyulan məbləğin 20% qədər artarsa, 5 il sonra ümumi məbləğ nə qədər olar? Burada deməli, düsturu bilirik, S5 bərabərdə olur. S vurulsun, yəni ilkin məbləği bildirirdi S. Bir burada artım varsa plus yazırıq. P vurulsun N olurdu. P faizi bildirirdi. 20 vurulsun N ili bildirirdi. 5 ildi. Bölünsün 100. Bu da bərabərdir. 500 vurulsun 1 plus. Baxın burada 20-ni 5'ə vuranda 100 alınır. 100 ilə 100 ixtisar gedir. 1 qalır. Bu da alınır 500 vurulsun 2. Bu da bərabərdə alınır ki burada 1000. İndi isə mürəkkəb faiz artım düsturu haqqında danışaq. Deməli, S cəmiyyəti müəyyən zaman müddətində P faiz artır və yaxud da azalır və alınan ümumi məbləğ bərabər zaman müddətində yenə P faiz artırsa və yaxud da azalırsa, N belə zaman müddətindən sonra alınan ümumi miqdar S-in aşağıdakı düsturla tapılır. S-in bərabərdir, S vurulsun. 1 toplansın, çıxılsın, P bölünsün 100 üstü N. Yadda saxlayın ki, əgər sualda əvvəlkinin filan faizi və yaxud da əvvəlki miqdarın filan faizi söhbəti, filan faiz deyənə 20%, 30% belə, 10% belə şeylər ola bilər. Ümumiyyətlə, əvvəlki məbləğin, əvvəlki miqdarın filan faizi söhbəti varsa, bu zaman mürəkkəb faiz artım düsturuna istifadə edirik. Məsələn, baxın burada. Misal var, deyir, əmanət kassasına qoyulan 500 manat pul hər il baxın əvvəlkinin 20% qədər artarsa, 5 il sonra ümumi məbləğ nə qədər olar? Bu zaman düsturda yerinə qoyuruq. S5 bərabərdir. S vurulsun, yəni 500 vurulsun. 1 plus burada 20 bölünsün 100 qüvvətində 5. Artıq bunu hesablayıb cavabı tapmış oluruq. İndi ola bilər tam cavab alınmasın, kəsirli bir cavab alınsın, ola bilər. İndi isə məhlul məsələləri haqqında danışaq. Deməli deyirlər ki, M1 kütləli P1 faizli məhluluna M2 kütləli P2 faizli məhlulu qarışdırdıqda alınan yeni məhlulun faizi P olarsa, aşağıdakı düsturdan tapılır.
M1P1 plus M2P2 bərabərdir M1 plus M2 vurulsun P. İndi biz məhlulla bağlı sualları adətən qablar üsulundan istifadə edirik. Amma qablar üsulu da mahiyyət etibarilə düstura əsaslanır. Yəni ki, düstura əsasən alınır o da. İndi məsələn belə bir sual var. Deyir 20 litr 10% duz məhlulu ilə 10 litr 40% duz məhlulu qarışdırılarsa, alınan məhlulun duzluq faizi nə qədər olar? Düsturla yazsaq, deməli M1 P1 idi. Yəni 20 vurulsun 10 plus M2 P2, yəni ki 10 vurulsun 40 bərabərdir M1 plus M2, yəni 20 plus 10 vurulsun P. Buradan böyük P-ni, yəni alınan yekun məhlulun faizini tapmaq lazımdır. O da P-dir, onu tapmalıyıq. İndi buradan da alınır 200 plus 400 bərabərdir ki 30 vurulsun P. Bu da alınır ki 600 bərabərdir 30 P. P-ni tapmaq üçün də nə edirik? 600'ü bölürük 30'a. Buradan da P bərabərdə alınır 20%. Deməli, alınan yeni məhlulun faizi 20% olar. Yəni, bu formada tapıldı. Dim test toplusunda olan məhlulla bağlı belə bir testin izahına baxaq. Deyir 500 qram 16% duz məhluluna 25 qram duz əlavə olunduqda alınan məhlul neçə faiz olar? Burada qablar üsulundan istifadə edərəm. Məsələn, burada bir qab, üzərinə yenə duz əlavə olunur, ikinci qab və alınan yekun üçüncü qabı çəkirəm. İndi baxın, burada 500 qram 16% duz məhluludur. Üzərinə deyir 25 qram duz əlavə olunur. Miqdarı altında yazırıq. Və yadda saxlayın ki, duzun duzluq faizi 100% olur. Amma su əlavə olunsa, sunun duzluq faizi 0% götürülür. İndi burada duz əlavə olunursa, faizinə 100% yazarıq. Bu da bərabərdir. Alınan məhlul neçə faizli olar? Miqdar artıq baxın, 500 vardı. 25 də əlavə etdi. 525 qram olar. Faiz isə bilmirik nə qədərdir. X faiz yazıram. X tapmaq lazımdır. İndi burada nə edərik? Alt-alta bunları vururuq. 16'nı vururuq 500'ə. Toplansın. 100'ü vururuq 25'ə. Bərabərdir. X'i vururuq 525'ə. 16'nı vursaq 500'ə. Burada alırıq ki, 5 dəfə 6, 30. Bir dəfə 5, 5, 80. Yanında da 2'dən 0, 8000 plus. İndi 100'ü vurduq 25'ə alınır 2500. Bərabərdir 525x. İndi bunları toplayanda burada 0, 0, 5, 8 plus 2, 10. Alınır ki, burada 10500 bərabərdir 525x. Burada x tapmaq üçün də 10500'ü bölərik 525'ə. Gəlin bunu bir kənarda bölək bu formada. Deməli, 10500'ü bölək 525'ə. Burada baxırıq ki, 105 götürsək yox, 1050'ni götürsək bölünər. 1050 525'ə bölünər. Deməli, 2 dəfə götürsək, görək bölünərmi? Bəli, 2 dəfə 5 alındı 10, 2 dəfə 2, 4, o da bir yadda 5, 2 dəfə 5, 10. Alındı elə 1050. Burada qaldı bir, heç nə qalmadı, çıxanda 0. Bir də 0 var. Bunu aşağı indirsə, onda bunu da bura atarıq. Deməli, 20 dəfə bölünür. Deməli, alınan yekun məhlulun duzluq faizi 20% olacaq. Bu formada tapıldı. Növbəti bir misalda var. Bu da dim test toplusundan götürmüşəm. Deyir, 500 qram 25%li şəkər məhlulundan neçə qram suyu buxarlandırmaq lazımdır ki, 30%li məhlul alınsın. Deməli, baxın, yenə qablar üsulundan istifadə edirik. Bu bir qab. Bu yenə ikinci qab. Bu da üçüncü qab olsun. Bu formada şəkilləri əvvəl çəkdim. İndi baxın burada 300 qram 25%li şəkər məhluluna neçə qram su buxarlandırmaq lazımdır. Buxarlandırırlarsa çıxırıq da, buxarlanır, oradan gedir.
Neçə qram suyu bilmirəm, neçə qram, x qram yazıram və suyun da faizi belə deyək də şəkər faizi 0% olur artıq. 0% yazırıq, bərabərdir. 30%li məhlul alınsın deyir. Bura 30% yazıram. Dəqiqə biraz səliqəsizlik oldu, düzəldim. Və miqdar da ki, baxın 300 qram vardı, x qram çıxdı, 300 çıxılsın, x qram qaldı. Və yenə alt-alta vururuq. 25-i vururuq 300-ə. Çıxılsın 0-ı vururuq x-ə. Bərabərdə 30-u vururuq. 300 çıxılsın x-ə. Və burada alınır ki, bura 0-a gedir. 0 alınır da baxın. Bu hissə 0 alınır. Onda biz belə eləyək. Hər tərəfi 30-a bölə bilərik. Bu 30-a 1 dəfə, bu da 30-a 10 dəfə. 25-i vurduq ona 250 bərabərdir. 300 çıxılsın x. Buradan da x bərabərdə 50 alınmış oldu. Yəni, bu formada tapmış oluruq. Bu sualın da izahı belə. Ümidvaram ki, aydın oldu. Əgər izahlar sizə faydalıdırsa, zəhmət olmasa, videonu bəyənib, şərhlərdə öz fikirlərinizi, müsbət fikirlərinizi bildirin və dostlarınızla da paylaşın. Ümumiyyətlə paylaşın ki, daha çox izlənmə olsun ki, mən də həvəslənim ardını çəkib paylaşım. İndi isə düzbucaqlı suallarının hesablanması ilə bağlı olan düstura baxaq. Amma qeyd edim ki, bu düstur önəmli deyil. Mən çünki adətən bu düzbucaqlı ilə, kvadratla və yaxud da fərqli fiqurlar ola bilər. Onlarla bağlı belə sualları düstursuz izah edirəm həmişə. Çünki düstura ehtiyac duymuruq, həm də çox vaxt uşaqların da yadında qalmır. Amma düsturu da baxaq. Düsturu biləndə daha birbaşa alındıra bilirsiniz. Amma düstursuz da daha qısa olur. Yəni ki, çox da bir fərqi yoxdur. Deməli, qayda belədir ki, düzbucaqlının uzunluğunu P1% artırıb və yaxud da azaldıb, enini P2% artırsaq və yaxud da azaltsaq, sahəsi aşağıdakı şəkildə dəyişir. P bərabərdir. P1 plus P2 vurulsun P1 vurulsun P2 bölü 100. Baxın, əgər artım varsa, P1, P2-ni müsbət ədəd kimi götürürsünüz. Amma azalma varsa, azaltmaq varsa, P1 ilə P2 ədədlərini mənfi ədəd kimi götürürsünüz. Düsturda yerinə qoyub tapırsınız. İndi bu düzbucaqlı ilə bağlı, düzbucaqlı suallarla bağlı belə bir suala baxaq. Amma mən düstursuz deyərəm. Düsturla da eləyə bilərsiniz ki, P1-in yerinə 30-u yazasınız, P2-nin yerinə 20-ni yazıb. Daha doğrusu indi burada azaltmaq varsa, mənfi 30, mənfi 20-ni yazıb, düsturda yerinə yazıb tapa bilərsiniz. Amma düstursuz necə edərik, onu da göstərim sizə. Məsələn, mənə deyirlər ki, düzbucaqlının uzunluğunu 30%, enini 20% azaltsaq, sahəsi neçə faiz azalar? Bir düzbucaqlı götürürəm. Məsələn, bu formada. Bunun eninə də, uzunluğuna da 10 yazıram. Niyə 10 yazıram? İşim rahat olsun deyənə. Zaten burada düzbucaqlı deyiblər. İndi deyirsiniz ki, düzbucaqlının eni uzunluğundan fərqlidir, bu kvadratdır. Yox, elə kvadrat düzbucaqlının bir növüdür. Yəni, kvadrat da götürə bilərlər. Çünki mənə deməyiblər burada düzbucaqlının tərəfləri fərqlidir deməyiblər mənə burada. Yəni, fərqli ədədlər götürün deməyiblər mənə. Desələr də yenə nəticə eyni olacaq onsuz. Fərqli də götürsəm, axırda nəticə eyni olar. Eyni də götürsəm, axırda nəticə eyni olar. Eyni bir nəticəni almış olarıq. Ona görə də işim rahat olsun deyənə 10 götürürəm. Bu zaman sahəni hesablasam, 10 vurulsun 10 bərabərdir 100. Aha, mən elə 100-ü almaq üçün 10 götürmüşdüm. İndi baxın, dir uzunluğunu 30% azaltsaq. 30% azaltmaq həmin kəmiyyətin, deməli belə deyək də, 70%-i qalır orada. 70%-ni tapmaq deməkdir 30% azaltmaq. Onda mən nə edərəm burada? Onun 70%-ni tapıram. 70-ə vurub 100-ə bölürəm. Bu da 7 alınır. 20% azaltmaq da onun 80%-ni tapmaq deməkdir. 100-ü vurur, daha doğrusu 100-ü deyirəm, onu vururam 80-ə, bölürəm 100-ə. Bu da 8 alınır. İndi sahəsini tapsam, S bərabərdə alınır ki, 7 vur 8, 56. İndi baxın bura. 100 idi, 100 idi. Nə olmuş oldu? 56. Onda bunların fərqini tapıram. 100-dən çıxıram 56-nı. Ondan 6 çıxdıq 4. 9-dan 5, 44. Deməli, 44% burada azalar Y variantı. Bu sual da yeri gəlmişkən dim test toplusundan, 11-lərin dim test toplusundan götürülmüş sualdır. Sonra məsələn belə bir sual var. Həmin o
tip suallarda dairə ilə bağlıdır. Deyir, dairənin radiusunu 40% azaltsaq, sahəsi neçə faiz azalar? İndi belə eləyək də. Dairənin sahəsini tapmaq üçün biz bilirik ki, S bərabərdir pi r kvadrat düsturundan istifadə olunur. İndi mən yenə nə edərəm? Radiusa özümdən bir 10 deyərəm. Radiusu 10 götürürəm. Radius 10 olsa o zaman S bərabərdə alınır. Pi vurulsun 10'un kvadratı 100. İndi deyir 40% azaltsaq. 40% azaltmaq həmin ədədin 60%-ni tapmaq deməkdir. Onun 60%-ni tapıram. 60'a vurub 100'ə bölürəm. Bu da alınır burada 6. Bu zaman S bərabər deyilir. Pi vurulsun 6'nın kvadrat 36. İndi baxın burada. Pilər eynidir. Onlara dəymirik. 100 idi 36 oldu. Onda nə edirəm? 100'dən çıxıram 36'nı. Bu da alınmış oldu burada 64. Deməli 64% azalar. Ümumiyyətlə elə edirəm ki, bu suallarda 100 alınsın. Siz də adətən belə edin ki, 100 alınsın. Amma 100 alınmasa necə edərik? 100 alınmasa əgər, o zaman cəmiyyətlərin dəyişməsinin faizlə ifadə düsturundan istifadə etməliyik. Məsələn, 100 idi 36 oldu. Onların fərqini bölürük, əvvəlki qiymətə vururuq 100'ə. Amma burada indi 100 olduğu üçün əvvəlki qiymət. Onların fərqini 100'ə bölüb 100'ə vurmaq eyni şey olur deyənə etmirəm, belə edirəm. Amma 100 alınmasa orada artıq fərqli olacaq da. Onların fərqini əvvəlki qiymətə bölüb 100'ə vursan, o formada taparsınız. Görək, burada başqa nəsə sual yoxdursa, növbəti səhifəyə keçək. Qaydamız var ki, burada belə əlavə qaydalardandır. Deyir, ədədi p% artırıb və yaxud da azaldıb, sonra p% azaltsaq. Artırmışdı, sonra yenə p% azaldır. Və yaxud da azaltmışdı, yenə p% artırır. Bu zaman ədəd p kvadrat bölünsün 100% azalar. Məsələn, deyirlər ki, ədədi 30% artırıb, baxın 30% artırıb, sonra 30% azaltsaq, ədəd necə dəyişər? Bu zaman ədəd 30'un kvadratı bölünsün 100. Yəni 900 bölünsün 100. Yəni 9 neçə faiz dəyişər? 9% burada. Belə deyək də artıq burada azalar. 9% azalar. Azalar. Yəni bu suallar düzdür. Biz düstursuz da yaza bilirik. Özündən bir ədəd götürürsən. Məsələn, 100 götürək elə. Adətən belə suallarda 100 götürürük. İndi 100'ü 30% artırmaq, onun 130%'ni tapmaq deməkdir. 130'a vurub 100'ə bölürəm. 130 alındı elə. Sonra yenə 30% azaltsaq. 130'u 30% azaltmaq, 130'un 70%'ni tapmaq deməkdir. Çünki hər şey özlüyündə 100%'dir. 30% azaltmaq, onun 100 çıx 30, yəni 70%'ni tapmaq deməkdir. 130 70'ə vurub 100'ə bölürük, ixtisarlar gedir. 13'ü də 7'yə vursaq, 91 alırıq. Yenə baxın, hər şey özlüyündə 100% olur. Əvvəl nə idi? Ümumiyyətlə belə baxaq da, hər şey özlüyündə 100% deməyi bir qırağa qoysaq. Əvvəl baxın 100 idi. İndi 91 oldu. 100'dən çıxırıq 91'i. Alınır burada yenə 9%. Deməli azalar. Azalar. Çünki baxın 91 oldu da axırda. 100 idi 91 oldu. Azaldı. Bu formada. Amma düsturla da etmək olar. Düstursuz da etmək olar. Amma dedim düsturu da. Növbəti baxaq bu suala. Deyir, A ədədi B ədədinin p%-dirsə, bəs B ədədi A ədədinin neçə faizidir? Bu düsturu yadda saxlasaz yaxşı olar. Bu 10.000 bölünsün p% olur. Məsələn, deyirlər ki, belə bir misal nümunəsi. Deyir, A ədədi B ədədinin 40%-ni təşkil edir. Bəs B ədədi A ədədinin neçə faizini təşkil edir? Bu zaman nə edirik? X bərabərdir. 10.000'i bölürük həmin 40'a. 40'a bölürük. Bu da ixtisarlar gedir. 1000 bölünsün 40, 250 faizini təşkil etmiş olur. Son olaraq faizlə bağlı bəzi düsturlar var. Onlar haqqında danışaq. Deməli, P faiz artma neçə dəfə artma deməkdir? P faiz artma 100 plus P bölünsün 100 dəfə artma deməkdir. Məsələn, 30% artma 100 plus 30 bölünsün 100. Bu da bərabərdir 1,3 dəfə artma deməkdir. Sonra P faiz azalma. P faiz azalma 100 bölünsün 100 minus P dəfə azalma deməkdir. Məsələn, 20% azalma 100 bölünsün 100 çıxılsın 20. O da 1,5 dəfə azalma deməkdir. Sonra n dəfə artma
n çıxılsın 1 vurulsun 100% artma deməkdir. Məsələn, 3 dəfə artma, 3 çıxılsın 1 vurulsun 100, yəni 200% artma deməkdir. Sonra məsələn, n dəfə azalma, n-1 bölünsün n% azalma deməkdir. Məsələn, 10 dəfə azalma, nə olur burada? 10-1 bölünsün 10 vurulsun 100, yəni 90% azalma deməkdir. Ümumiyyətlə, bu faizlə bağlı, bu son dediyim düsturlarla bağlı sualları bu düsturlar olmadan da özümüz ədəd verərək tapa bilirik. Faizlə bağlı izahımız bu qədər. Yenə ev tapşırığı testləri işləyərsiniz. Səhvlərimizə, qalan suallara baxarıq izahlarına, daha dərindən mövzunu öyrənmiş olarıq. Amma əsas məsələ qaydanı yaxşı öyrənməkdir. Qaydanı yaxşı öyrənsəz, daha yaxşı olar. Qaydaları əvvəlcə öyrənin, sonra testləri işləyin. İzahımız bu qədər. Sağ olun, sağlıqla qalın.